Ya Ebu Abdillah, Ya Cafer ibn Muhammed, Eyyuhas sadiku ya ibn Resulillah. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla salamlayırıq. Dəyərli Zəhra TV-nin izləyicilərini, İmam Sadiq Əleyhisselamın şəhadəti ilə bağlı olan silsilə proqramımızın inşallah ikinci hissəsindəyik. Bir daha başda İmam-ı Zaman ağamız olmaqla qəlbində Əhl-i Beyt sevgisi olan və bu günlərdə İmam Sadiq əzasında kövrələn, şəhadət saxlayan dəyərli Əhl-i Beyt aşiqlərinə başsağlığı veririk. Və bugün bir daha bizim dəyərli qonağımız, bizim əzizimiz, Azərbaycanımızın dəyərli alimləri olan Şeyx Sadiq ağa buradadır inşallah. Keçən mövzunu sizdən sevə-sevə dinlədik, bəhrələndik və inşallah istəyərdik ki, yenə sizin o dəyərli, bərəkətli nəfəsinizdən, sizin o dəyərli elminizdən istifadə edək. Əvvəldə inşallah izləyicilərimizlə bir salamlaşın, ondan sonra bir sualla inşallah sizdən istifadə edərik. Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil azim. Selamun aleyküm. Dəyərli Zəhra televiziyası izləyiciləri, bir daha İmam Sadiq Əleyhisselamın şəhadəti münasibəti ilə başda sərvərimiz, İmam-ı Zamanımız olmaqla, Əleyhisselam olmaqla bütün Əhl-i Beyt sevərlərə Allah Teala'dan əcr diləyirəm və İmam-ı Sadiq ağanın hörmətinə Allah and verirəm. Allah İslam dünyasına İmam-ı Sadiqi ümumiyyətlə 12 İmam Əleyhisselamı tanımağa fərasət versin. Dünyada ziyarətin, ahirətdə şəfayətin bizlərə nəsib eləsin. Allah sizdən də razı olsun. Təşəkkür edirəm dəvətinizə görə. Minnətdaram dəyərli əzizimiz. Hacıcam, belə bir sualla inşallah istəyirəm ki, həm izləyicilərimizə İnşallah ki, gözəl bir maraqlı sualdır və inşallah bunu da dəqiq öyrənərik sizdən. İmam Sadiq Əleyhisselam Cəfəri məzhəbinin rəisi bu cür vurğulanır. Mən elə çox sadə bir sualla bu cür vurğulayım ki, Hacıcam, bunun niyə bu cür deyirlər? İnşallah səbəbi nədir? Hardan qaynaqlanır? İnşallah sizdən bunu öyrənərik. Allah sizdən razı olsun. Əslində, siz sadə dediniz, o sadənin arxasında bir maarif yatır. Onu kaş ki, imamlarımız barəsində, məsələn, mən bugün təəssüf hissi ilə qeyd edirəm ki, Əhl-i Beyt sevərlərin, imamların hamısı barəsində dolğun məlumatlarımız yoxdur. Məsələn, biraz Əli Əleyhisselam barəsində, biraz İmam Hüseyin Əleyhisselam barəsində zikri müsibətlər, filan, şəhadət. Amma məsələn, İmam Sadiq Əleyhisselam gözəl bir nöqtə, xalqımızsın, eşidənlərimizsin, dəyərli bir sual. Niyə bizə Cəfəri deyirlər? Niyə bizə İmam Sadiq Əleyhisselama məzhəbin rəisi deyirik? Bu özü gözəl, önəmli sualdır. Keçən verilişimizdə biz qeyd eləmişdik ki, İmam Sadiq Əleyhisselam Əməvilərlə Əbbasilərin toqquşmasından gözəl istifadə elədi. Yəni, Əhl-i Beyt məktəbi açdı, İmam-ı Baqir Əleyhisselam başladı, İmam-ı Sadiq Əleyhisselam genişləndirdi, dedi Quranın təfsirin, Peyğəmbərin hədislərinin araşdırılması və daha dolğun şəkildə cəmaata eşitdim, babam Peyğəmbər bilirlədi. Niyə görə İmam-ı Sadiq? Ola bilməzdi İmam-ı Zeynul-Abidin Əleyhisselam da desin, İmam-ı Zeynul-Abidin Əleyhisselamın vaxtı ilə İmam-ı Sadiqin vaxtında tamam fərq vardı. Niyə görə? Çünki İmam Zeynul-Abidin Əleyhisselamın vaxtında Muaviyə lənətlik elə bir qayda qoymuşdu, İslam aləmində Əli Əleyhisselama lənət oxuyurdular. Yəni, orada Əli Əleyhisselam buyurdu, deməyin yeri yox idi. Cəmaat qəbulləmirdi. Amma İmam Sadiq Əleyhisselam bir iş gördü, dedim, Qur'anı, sünnəni və imaməti cəmaata çatdırdı. Necə Əli Əleyhisselamın qəbrini tanıtdırdı, eləcə də imamətin haqqını tanıtdırdı. Mən indi gəlirəm sualınıza, bu müqəddimədir. Necə tanıtdırdı? İmamın kimliyi haqqında İmam Sadiq Əleyhisselam 4000 tələbə yığdı. İmam Sadiq Əleyhisselamı çağırdılar xilafətə.
Dedilər, madem bunlar toqquşub, xilafət sizin haqqınızdır. Doğrudan da imamın haqqıdır. Gərək yer kürəsinə imam rəhbərliyi eləyək. Bütöv yer kürəsinə və inşallah bu bir gün olacaq. Cəhanşumul bir hakimiyyət, Allahın salih bəndələrinin vədə verilmiş bir hakimiyyət ümumi bəşərə bir qurulacaq inşallah. Və İmam-ı Sadiq Aleyhisselamı xilafətə dəvət edirlər. İmam buyurur, ravi deyir, imamın arxasıza gedirdim. Dedim, ağa, niyə görə siz bu xilafəti gəlib almırsınız özə? Deyir, ağa belə başını uzatdı, kənarda üzr istəyirəm, bir dəstə keçi ya qoyun ot deyirdi. Ağa burada Allah şahiddir, əgər onlar o say qədər mənim xalis tərəfdarım olsa, mən xilafətdə əyləşərəm. Deyir, imam keçdi içəri, gördüm 17 və ya 19 dənə heyvan otlayır. Öz-özümə təəccüb elədim, yəni belə 17-19 dənə xalis tərəfdar yoxdur. İmam-ı Sadiqin mühüm vəzifələrindən biri bu toqquşmadan istifadə edib, İslam maarifin, xüsusən Əhl-i Beyti cəmaata tanıtdırmaq oldu. 4000 nəfər tələbə yığdı başına. 4000, bu rəqəm deyilir. Adam 4 nəfər tələbə ömür boyu yetişdirəmir. 4000 nəfər tələbə yetişdirdi İmam Sadiq Aleyhisselam həmin dövrdə və bunlardan əqaiddə. Məsələn, bu günləri dövrü sistem cədvəli kimya elmində nisbəti verilir Mendeleyevə. Amma baxaq bu hardan qaynaqlanıb, İmam-ı Sadiq ağanın kimyanı öyrətdiyi Cabir İbni Həyyandan. Cabir İbni Həyyan dövrü sistem cədvəlin elementləri elə düzüb, məsələn, Quranda Hədid surəsi var, Dəmir surəsi. Dəmir surəsinin sıra nömrəsi baxırsan, dövrü sistem cədvəlində Qurandakı sıra ilə eyni gəlir. 54 ya 57-ci surədə üzr istəyirəm, indi dəqiq onu birdən zehnimə gəldi, ərz ededim. Hörmətli izləyicilərimiz baxarlar. Bu bir dənə haşiyə idi, çıxıram imamın elminə. Əqaid elmini öyrətdi Hişama. Hişam düşdü şəhər bə şəhər, məclislərə, o Əməvi təfəkküründə olan alimlərin məclislərinə imamətin haqqını müdafiə elədi. Və eləcə də İmam Sadiq Aleyhisselamın tələbələrindən mən bunu bütün İslam dünyasına, əziz müsəlman qardaş bacılarıma müraciət edirəm, bunu öyrənsinlər və bunu məndən bir eşidib araşdırsınlar. Bugün sünni qardaşlarımızın 4 dənə məzhəbi var. Hənəfi, Əbu Hənifə, Nömandır, Əbu Hənifənin adı. Əbu Hənifənin imamlığına ən çox da sünni aləmində ona etiqad bəsləyənlər çoxdur. İbn İdris Şafii, Şafii məzhəbinin imamıdır. Maliki təriqəti var və Həmbəli təriqəti var. Bu 4 imamın 4'ü də İmam-ı Sadiq Aleyhisselamdan dərs alıblar. Amma İmam-ı Sadiq Aleyhisselamdan dərs alandan sonra, elm öyrənəndən sonra bir əqidə formalaşıb bunların adından. Məsələn, Nömanın öz dilindən var, yəni Əbu Hənifənin öz dilindən var. Tüm sünni və şiət hədis kitablarında var. Ləvləs sənətan ləhələkən Nöman. Əgər İmam-ı Sadiqin yanında 2 il mən dərs oxumasaydım, Nöman həlak olardı. Xarəzmi yazır, Əhməd Xarəzmi Əl-Məscidül Mənasid Məsanid kitabında yazır ki, mən Əbu Hənifə deyir, Əbu Hənifənin sözünü deyir. Mən fəqihlikdə Cəfər ibn Muhamməddən daha üstün bir şəxs görmədim. Şübhəsiz o İslam ümmətinə hər kəsdən daha çox biliyə malikdir. Bu tarixçilərdən Xulləkan adında bir tarixçi belə yazır, deyir, İmam-ı Sadiq İmamiyyə şiyələrinin 12 imamından biri olan Rəsulullahın Əhl-i Beytinin böyüklərindəndir və doğru danışan olduğu üçün Sadiq ləqəbi ilə məhşurdur. Baxın, 12 imamın həqiqətin İmam Sadiq Aleyhisselam necə çatdırdı, onu ərz edim, sualınıza qaydıram. Məzhəblər yaranandan sonra necə gecə ilə gündüz tanınır, yoğrafül əşya beyazdadiha, əşyalar öz zidlərindən tanınır, yaxşı pislə, ağ qarı ilə, gecə gündüzlə. Artıq Peyğəmbərdən sonra Əmirül-Müminin tərəfdarları kimi tanınan bizlər, indi bizə rafizi deyirlər, müşrik deyirlər, Allah üzlərin qara eləsin o sözü deyənlərin. Baxmayaraq İmam Sadiq ağa buyurur, sizi rafizi Allah adlandırıb. Rafizi
Firavunu qoyub Musaya tərəf qaçanlara, haqqa hidayət olunanlara, Firavunu tərk edib, batılı tərk edib, haqqa tərəf gələnlərə rafizi deyirlər, rafədə. Bu günləri biz Əmir-ül Mominin tərəfdarları gəldi İmam-ı Sadiqin vaxtını. Bir də məzhəblər parçalananda kim ki imamət qapısında qaldı, onlara dedilər Cəfəri, elhamdülillah. Kim ki o 4 dənə məzhəbin dalıca getdilər, onlara dedilər Hənəfi, Şafii, Maliki, Həmbəli. Mən burada bir dənə, yadıma bir dənə tarixi hadisə düşdü. Ümidvarəm bu tarixi hadisə, əgər diqqət yetirsələr, çox dərdlərin dərmanı olar. Bizim Əhl-i Beyt alimlərindən Allah rəhmət eləsin, Əllamə Hilli, qəbri şərifi Əli Aleyhisselamın qapısının düz ağzında da Allah ruhunu şad eləsin. 13 yaşında ictihada çatan alim, bu Bağdadda Sünni sultanı Sultan Muhammed Xudabəndin dövründə yaşayıb. Sultan Muhammed bu tarix həm Sünni qardaşlarımızın qaynağında var bu, həm bizim. Baxsalar tarix kitablarına var. Sultan Muhammed Xudabənd bir gün qəzəbləndi, öz xanımına 3 dəfə təlaq dedi. Boş ol, boş ol, boş ol dedi. Ənti taliq, ənti taliq, ənti taliq. Sünni qardaşlarımızın fikrinə əsasən, Əbu Hənifənin fikrinə əsasən, kim xanımına desə 3 dəfə boş ol, o artıq boşdur. O xanım daha o kişi ilə ailə qura bilməz, evlənə bilməz. Əgər istəsələr evlənmək, onda hillə deyilən bir şey var. Gərək mühəllil, biz deyirik, türklə qardaşlarımızda hillə deyirlər. Bir mühəllil ola, yəni o bir nəfərlə o xanım ailə qura. Əgər o boşasa, təzədən o birinci ərinə dönə bilər. Sultan Muhammed Xudabənd 3 dəfə öz xanımına təlaq dedi. Və peşman oldu, qəzəblənmişdi. 4 məzhəbin alimlərin yığdı saraya. Dedi ki, mənim bu dərdimə çarə eləyin. Mən 3 dəfə təlaq demişəm, mənim aqibətim olacaq. 4'ü də fətva verdilər ki, sənin xanımın sənə haramdır. Sənin xanımın əgər mühəllil olsa, birinə getsə, boşansa sənə gələ bilər. Bu dedi, buna bir çarə olmalıdır. Dedilər, Hillədə bir dənə alim var, Əllamə Hilli, Cəfərilərin alimidir. Bəlkə ondan da sual eləyəsən. Sultan alimlərə dedi ki, ondan necə sual eləyək ya yox? Bu məzhəb alimləri dedilər ki, onun başı xarabdır, bilmir nə danışır. Həm də o rafizidir. Rafizinin sözü bizim yanımızda keçmir. Qardaş, rafizi bugün deyirsən, yəni Əli Aleyhisselamı və Əli övladın imamları qəbul edin, onların dalıca gedən insafın olsun. Çağırdılar, şah dedi, yox, bəlkə də dərdimin dərmanı ondadır, çağıracam. Yığdı bütün Sünni qardaşların, alimlərin Əllamə Hillində çağırdı. Məclis qurulub, Əllamə Hilli gəldi Bağdadda saraya, Hillədən gəldi Bağdada. Daxil oldu saraya, içəri girdi, salamun aleykum. Gördü, boş yer yoxdur, getdi şahın, sultanın yanında oturdu və içəri girəndə ayaqqabılarını da vurdu əbasının altına, keçdi, oturdu. Sultan istədi sual verə, Sünni alimlər dedilər, biz sənə demədik, o başdan xarabdır, o yerin bilməyəndir, ona görə onu çağırma, çağırdın, bu da bizim subutumuz. Nədir subutumuz? Dedi, bu birinci girəndə içəri sənə baş əymədi. Dedi, salamun aleykum. İkinci, aşağıda əyləşmədi, keçdi, yuxarıda sənin yanında əyləşdi. Üçüncü, bu şahın sarayına ayaqqabılar qoltuğunda girdi. Bu nə üçün belə elədi? Sultan dedi, sən niyə bunları elədin? Əllamə Hilli mərhum dedi, icazə ver, cavab verim. Birinci, şah sağ olsun. Bizim dinimizdə şaha, sultana xüsusi salam vermək hansı mənbədə göstərsinlər, desinlər ki, bu mənbəyə əsasın. Mən girdim, içəridə əyləşənlər müsəlmandır, ümumi salam verdim. Allah bəndələrin arasında fərq qoymadan. İkinci, mən içəri girəndə gərək bunların ədəbi olardı, mənə yer verərdilər yanlarında. Gördüm, heç biri yanlarında yer vermədi. Boş yer sənin yanındadır. Bizim Peyğəmbərimizin də göstərişi budur ki, harada boş yer gördünüz məclisdə, orada əyləşin. Yer adamı şərafətli eləməz, adam yeri şərafətli eləyir. Üçüncü, gəldim məsələyə, bu ayaqqabılar qoltuğumda, ona görə gəldim məclisə. Burada oturanlar var, bu 4 məzhəbin imamları.
bunların imamları Əbu Hənifə, İbn Şafii, Maliki, Həmbəli, bunlar Peyğəmbər zamanında, Peyğəmbərin məclisində olublar. Bunlar Peyğəmbərin başmağını uğurlayıblar. Bunlar durdular təkbətəyə. Sultan sağ olsun, sənə demədik bu başı xarabdır. Niyə görə? Bu deyir Peyğəmbərin ayaqqabılarını uğurlayıb sizin imamlarınız. Dedi, şah sağ olsun. Bizim imamlarımız, bizim əqidəmiz Peyğəmbərdən 200 il sonra, Peyğəmbərin balası İmam Sadiqdən sonra yaranan məzhəblərdir. Biz Peyğəmbər görməmişik. Biz Peyğəmbər görməmişik. Bizim məzhəbin imamları Peyğəmbər görməyib. Əllamə Hilli dedi, Sultan sağ olsun, mən istəyirdim bu ayaqqabını gətirməklə, bunu sizə ispat edəyəm ki, yəni bu əqidələrin kökü Peyğəmbərə dayanmır. Bu İmam-ı Sadiqdən sonra cərəyan eləyən məzhəblərdir, əqidələrdir. Amma bizim məzhəb, bizim əqidə, Cəfəri məzhəbi, İmam Əli əleyhissalam oradan Peyğəmbərə söykənir. Elmin şəhəri Peyğəmbər qapısı əleyhissalamdır. Oradan söykənir Peyğəmbərə. Bizim Peyğəmbərlə birbaşa Əhl-i Beyt əlaqəsi var. Peyğəmbərin evinin əhlidir. Və bizim əqidəyə əsasən qəzəbli olarkən təlaq demək, o sayılmır, sənin xanımın özü halaldır. Həmin sultan əmr elədi, Sultan Muhammed Xudabənd. Dedi, buradan heç kim Əliyyün Vəliyullah deməmiş, çıxa bilməz. İmam-ı Sadiq, biz niyə Cəfəri deyirlər? Bax, bunun kökü buradan əmələ gəlir. Allahı andırır, məzəmət qüdrətinə bizi Cəfəri məzhəbindən, İmam-ı Cəfəri Sadiq yolundan, onun əqidəsindən ayrı salmasın, dünyada ziyarətindən, onun yolundan, ahirətdə şəfaətindən bizləri bir nəsib eləməsin inşallah. Təşəkkür edirəm Hacı, bu dəyərli məlumatınız üçün. Sizdən verilişimizin formatına uyğun olaraq istəyərdik ki, sonda ağanın şəhadətinə bir nöqtəsinə bir toxunardınız və sizin ardınızdan da bir neçə dəqiqə ağanın zikr-i müsibətindən oxuyardıq. Bu da bizim inşallah ki, izləyicilərimizə bir hədiyyə olar. Allah sizə əziz eləsin. İmam-ı Sadiq əleyhissalam, mən keçən verilişimizdə demişdim, imamət məsələsinə o qədər açıqlama verdi. Mən yenə dönə-dönə deyirəm bu sözü. İmam əleyhissalamın qəbrinin zahirə çıxması, İmam Hüseyin əleyhissalamın ziyarəti barəsində İmam-ı Sadiq əleyhissalam o qədər rivayətlər buyurdu. Özü gəlib 6 ayla, 1 illə İmam Hüseyin əleyhissalamın hərəminin kənarında, qəbrinin kənarında, hətta bir bağı da var, sonra o bağı da söküblər. Bir balaca oturacaq ev düzəldib, həm orada dərs deyib, həm İmam Hüseyin əleyhissalamın ziyarətinə təşviq edib. Məsələn, buyurur, Allah Cəddim İmam Hüseynin qətlinin, qanının haqqı olaraq imaməti onun nəslindən qərar verib. Allah Cəddim Hüseynin türbətində şifanı qoyub. Allah Teala İmam Hüseynin zəvvarının ora xərclədiyin və onun neçə gün ki gələcək, onun ömrünə pay verər, xərclədiyin əvəzin verər. Məsələn, belə bir hədis bu günləri bizim alnımıza vururlar. Deyirlər, İmam Sadiq əleyhissalam buyurur ki, kim İmam Hüseyni ziyarət eləsə, elə bil ərşidə Allahı ziyarət edib. Bu elə bil sanki bənzətmədir, təşbihdir. Məsələn, hədisi qüdsüdə var ki, Musa Peyğəmbərə Allah Teala buyurur ki, Musa, mən xəstələnmişdim, niyə mənə gəlib dəymədin? Musa Peyğəmbər deyir, ilahi, səndən xəstəlik uzaqdır, sən necə xəstələnmişdin? Allah Teala buyurur, ya Musa, bir mömin bəndəm xəstələnəndə ona gedib dəymək elə bil mənə dəyməkdir. Allah o cür dəyərləndirir. İmam Sadiq ağa buyurur, Allah o cür dəyərləndirir İmam Hüseyin əleyhissalamın zəvvarın. Və İmam Sadiq əleyhissalam buyurur, mən bəka, ov əbka, ov təbaka aləl Hüseyin vəcəbət ləhul cənnə. Kim ağlıya, bir nəfəri ağlada İmam Hüseynə və özün və yaxud da ağlamışlara oxşada, gözünün bulağına milçəyin qanadı boyda damcı gələ, onun yeri cənnət. Niyə? Qardaşım, niyə? Əziz izləyicilər, niyə? Çünki xristiyanın, yəhudinin yanında Quranı atsan yerə, o bilməz nədir. Amma o başı kəsilən Kərbəladə, arxadan susuz, İmam-ı Sadiq bilirdi, o kimdir? O Peyğəmbərin balası, cənnət cavanlarının seyyidi, Zəhranın yadigarı, Həzrəti İmam Hüseyin əleyhissalamdır. Edib ona yad düşməni cəfa,
Ya İmam-ı Sadık vay, ki bugün şiələr qara. Ya İmam-ı Sadık vay, ya İmam-ı Sadık vay. Bugün imam gitti dünyada, Ali Mustafa'ya ağlar. Bugün öldük qəmi ağladan, Ali Mustafa ağlar. Edir göydə ah, edir göydə ah Qutsiyan, Ali Mustafa ağlayır. Olub ona ya zulm eşkıya, vay İmam-ı Sadık vay, vay İmam-ı Sadık vay. Veriblər Mevla'ya bir zəhri, bağırı ot tutub yandı. İmam-ı Sadık şəhid olub, Əhl-i Beyt-i giryandı. Əziz oğlu vay atan səsini, Əziz oğlu vay atan səsini, halı çox pərişandı. İmama mənsur edib cəfa, vay İmam-ı Sadık vay. İmam-ı Sadık şəhid olub, şiələr qəmə yandı. Qoyublar İzzətlə qəbrə, Əhl-i Beyti giryandı. Yanır ürək cəddinə, la yevmikə yevmik ya Əbu Abdillah. Yanır ürək cəddinə, nəş üçün üryandı. İmam-ı Sadık ağa zəhridən şəhid olanda kəfən gətirdilər, dəfn elədilər. Amma İmam-ı Sadık ağa özü də buyurur, mənim şəhadətimdə cəddim Hüseyin ağlıyor. Çünki mənim cəddim bir kəfən öldü. Xanım Zeynəb deyir, gördüm Allah o qətligahidə cənazələr bir-birini əvəz eləyir. Amma cənazələr içində neçə dənə biri var ki, digərlərindən fərqlənir. Üstündür, daşlar örtüb, oxlar örtüb, nizələr örtüb. Yaxınlaşdım cənazəyə, oxları kənar elədim. Daşları kənar eləyəndə gördüm, buradan nənəm Zəhranın ətri gəlir. Ay əzizlər, bacı qardaşı gər əlamətindən tanıyar. Əlindən, üzündən, gözündən bir əlamətindən tanıyar. Zeynəb baxdı Hüseynə, Hüseyn bacı qardaşı tanır, gər ola salim bədəni. Bacın ölsün, tanıyım hansı əlamətlə səni. Nə başın var bədəndə, bacın ölsün, nə əllər ay qardaş. Səndən bir istəyim var Hüseyn, mən bura
Gelmiş idim Qasım ilə, Əkbər ilə. İndi Şamə gedirəm Şümrü cəvapərvər ilə. Ay qardaş, dur bacıvı yola sal, ol kəsiləyən əllərinə. Dur bacımı yola sal, ol kəsilən əllərinə. Esselamu aleykə ya Əba Əbdillah və əla cəddikə və əla əbik və əla ümmikə və əla əxik və əla əvladikə tahirin və rəhmətullahi və bərəkətuh. İlahi, sən and veririk bizləri İmam Hüseynindən ayrı salma inşallah. Üstadımız, dəyərli alimimiz, verilişimizin bu ikinci hissəsində belə bir adət ki, yarandı. Sonda sizin duanızla inşallah bir dəqiqəlik vaxtımızla tamam eləyək. Allaha an verirəm əzəməti qüdrətinə və o əzəmətin yer üzərindəki nişanəsi ilə imamətdir. İmam-ı Sadiqin hörmətinə an verirəm. Allah dünyamıza imaməti tanımağa fərasət versin inşallah. Və İmam-ı Zaman əleyhissalamın zuhurunu tezləşdirsin. Hamımızı o zuhura hazır olanlardan qərar versin. Allah tezliklə İmam-ı Sadiq əleyhissalamın o məzlum qəbrini azad eləsin və bizi ağamızın zəvvarı qərar versin. Ahirətdə ağamızın şəfaətini əlimizdən almasın. Möhtərəm izləyicilərimizin qəlblərində nə hacətləri varsa, hacətlərin rəva eləsin, dərdlərinə dəva eləsin. Müşküllərin cəmi müminən asan eləsin. Allah sizi də, verilişin əməkdaşlarını da yerin göyün bəlasından hifz eləsin. Mən sizə təşəkkür edirəm dəvətinizə görə inşallah. Minnətdaram, çox sağ olun. Bir daha dəyərli izləyicilərimizlə sağollaşırıq. İnşallah İmam Sadiq əleyhissalamın şəhadətinin 3-cü hissəsi olacaq. Allahın izni ilə yenə dəyərli alimimizlə sizlərin huzurunuzda xidmət eləyəcək. Allah qəbul eləsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Ya Əba Əbdillah, ya Cəfər ibn Muhammed, eyyuhəs sadiqu ya ibn Resulillah.